Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala əşrafil ənbiya vəl mursəlin nəbiyina Muhammed və ala alihi və ashabihi əcma'in. Əmmə ba'd. 15 iyul hadisələr, qardaşlar, Türkiyədə baş verən iyrənc inqilab əməliyyatları ilə ilgili bir çox qardaşlar şəri mövqe olaraq necə baxmalıyıq, bu məsələyə qarşı mövqeyimiz necə olmalıdır deyə tələb etdilər. Təbii ki, bir elm tələbəsi olaraq, bir müsəlman olaraq bu məsələ ilə ilgili də mövqeyimiz olmalıdır. Çünki məsələ şəri məsələdir bir tərəfdən, o bir tərəfdən də siyasi məsələ olsa da, şəriət çərçivəsindən sonunda siyasi olsa da çıxmır. Allahın izni ilə demək istəyirəm ki, Türkiyədə olan bu iyrənc inqilabı dəstəkləyən 3 kişidən biridir sadəcə. Ya din düşməni, anti-İslam hərəkət eləyən kafir toplumudur, ya zındıq və münafiqlərdir, ya da şəhvət və şübhə arxasında olan təkfirçilərdir. Türkiyədə baş verən bu iyrənc inqilaba sevilənlər bu üçündən biridir. Sual versələr ki, bəs doğru yolda olanlar, sələfi əqidəsini daşıyanlar sevinə bilməzmi? Deyir ki, xeyr, sevinə bilməz. Nəyə görə sevinə bilməz, qardaşlar? Bu qısa bir bəyanat hazırlamışam. Türkiyə ilə ilgili olan bəzi arşivlərə baxaraq önəmli məlumatlar toplamışam ki, gəlin bir müsəlman kimi bu məsələlərə baxaq görək və sonra necə mövqeyə göstərməliyik onu anlayaq. Bugün hər zaman müsəlman aləminin, İslam aləminin güclü bir hökumətə, güclü bir liderə, İslamı təbənni edən, öhdəsinə götürən, əlindən gəldiyi qədər müsəlmanlara yardım edən bu ümmətin bir liderə ehtiyacı var. Mənəvi tərəfdən müsəlmanların ruhunu yüksəldəsi bir liderə ehtiyacı var. Bir güclü dövlətə ehtiyacı var. İqtisadiyyat, ekonomik tərəfdən güclü olan, maliyyə tərəfdən güclü olan, iman və elm tərəfdən inkişaf eləmiş dövlətə ehtiyacı var, liderə ehtiyacı var bir İslam ümmətinin. Bütün liderləri, bütün hakimləri bir-bir vurmaqla, dövlətləri kafir deyə gözdən salmaqla bu şey heç zaman gördüyümüz problemlərin həlli olmayacaq. İslamı dəstəkləyən, İslam yöntəmli olan liderlərə dəstək verib, çatışmadıqları cəhətlərini düzəltməklə biz bu şeyin öhdəsindən gələ bilərik. Və zaman və məkan və keçmişdə olan tarixi hadisələr də bu şeylərdə bizlərə dərs olmalıdır. Məsələnin çözümləri hansı nöqtədə olmalıdır, hansı nöqtədə axtarılıb, başarılı olmayıblar, bu şeyləri bilməmiz, təsəvvür etməmiz çox önəmlidir. Baxın, əvvəlki Ağ Partidən öncə, Erdoğanın partiyasından öncəki olan sistemlərdən baxaq qardaşlar, Türkiyə dünya ekonomik tərəfindən 111-ci hökumət idi. 79 milyon əhalisi olan 79 milyon, Orta Asiyada ən güclü orduya sahib olan devlətlərdən biri ekonomik tərəfdən dünyada 111-ci növbədə idi. 10 ilin içində Allah Azza və Cəllənin müvəffəqiyyətindən sonra Ağ Partinin sayəsində 111-dən 16-cıya qalıqdılar. Dünyanın ən böyük 20 ekonomik hökumətlərindən biri oldu. 10 ilin içində sadəcə. Siz baxın, Avropada 10 il öncə İstanbul Atatürk Hava Limanı nə xidmətində, nə böyüklüyündə, nə təyyarə qarşılamada, nə də ekonomiyada heç sayılan bir aeroport deyil idi. Hava limanı deyil idi. 10 ilin içində Avropada ən böyük aeroport sayılır. İstanbul Atatürk Hava Limanı. Bir günün içində 1260 samolyot qəbul edir. Hələ Sabihə Gökçəni demirəm. 630'unu da o qəbul edir. Siz təsəvvür eləyin. 10 ilin içində Ağ Parti hakimiyyətə gələndən 2000-ci ildən və yaxud 2001-dən 2013-ə kimi qardaşlar, siz təsəvvür eləyin, Türkiyə tanklarını, təyyarələrini, silah malzəmələrinin çoxsunu millətin əlində etdiyi puldan götürərək dövlət mizaniyyəsindən, dövlət büdcəsindən başqa hökumətlərə verirdi ki, dövlətin ayaq üstə saxlasın. Sən təsəvvür elə, yeganə dövlətlərdəndir ki, zirehli tankı özü istehsal edir. Miniksiz, adamsız, sərnişinsiz müharibə təyyarəsini özü istehsal edir və başqa hökumətlərə satır.
Siz təsəvvür edin 10 ilin içində 125 universitet tikdi Türkiyədə. 125 universitet, 189 orta məktəb, 510 dənə də xəstəxana. 10 ilin içində. Avropada bilirsiniz son böhranlarda, Avropada, Amerikada, yəni 2010-cu ildən 2013-cü ilə kimi olan ekonomik böhranda nə etdilər? Toplandılar ki, devlətin hesabını oxuyan şagirdlərdən artıq rusum alaq, pul alaq. Çünki pulsuz oxuyurlardı, devlətin ekonomiyası zəiflədi, devlətin büdcəsi zəiflədi, artıq onların pulunu təmin edə bilmir. Ona görə pullu olsun artıq məktəblər. Şagirdlər devlətə artıq pul ödəmək siyasətini tutdular. Həmən o dövrün içində Türkiyə bütün universitetlərində, məktəblərində bütün o tələbələrdən alınan pulların hamısını ləğv elədi, hamısını pulsuz elədi. Orta məktəbindən tutmuş, institutundan tutmuş universitetinə kimi bütün universitetlərdə vergilərin hamısını ləğv elədi. Baxın qardaşlar, Türkiyədə illik bir insanın gəliri bir ilin içində 3500 dollar idi. Amma indiki tarixə baxsanız, bir vətəndaşın illik gəliri 11.000 dollardır. Birə 3 dəfə insanların günlük güzaranını düzəlməsi üçün insan zəhmət çəkir. O biri tərəfdən baxın, 30 dəfə milyonlar idi Türkiyənin pulunu bilirsiniz, 30 milyon, 100 milyon, 1 milyar. 30 dəfə Türk lirasının gücünü qaldırdı. Allah Azze ve Celle'nin köməyi ilə. Siz baxın, 10 il öncə Türkiyənin istehsal etdiyi materialların xaricə iradı, sadiratları, göndərdiyi mallar 23 milyardı keçmirdi. Bugün Türkiyənin istehsal etdiyi, xaricə satdığı malların qiyməti 153 milyar dolardır. 23 milyardan 153 milyara qaldırdı. Türk malı dünyanın ən məşhur 190 dövlətində satılır. Demək, hər kəs tanıyır. Hətta Avropada satılan elektronik 3 materialdan biri Türkiyənindir. Baxın qardaşlar, siz deyəcəksiniz ki, ola bilsin ki, başqa dinləyənlər desinlər ki, yaxşı, dünyavi tərəfdən, ekonomik tərəfdən güclənib, bəs İslama neyini? İslama nə əlaqəsi var? Biz söhbətin önündə də dedik ki, qardaşlar, bir müsəlman hökumətinin, bir müsəlman cəmiyyətinin, müsəlmanların ekonomik tərəfdən güclü olması, müsəlmanların toplumlarının güclü olmasına gətirib çıxardır. Ona görə Allah Azze ve Celle hətta döyüşdə belə cihadda ilk öncə malı zikir eləyir. Malınızla cihad eləyir. Sonra nəfsinizlə cihad eləyir. Bugün öncə ekonomik güclü olmalıdır. Yəni təbii ki, elm, din hamısından öndədir. Buna şək yoxdur. Əqidənin sağlamlığı, elmin inkişafı, bunlar hələ mən dünyavi tərəfdən danışıram. Dünyavi tərəfdən isə ekonomik cəhətdən müsəlman hökumətinin güclü olması lazımdır. 5 milyon Suriyanın qaçqınını bugün, əgər Türkiyə imkanı olmasaydı, qarşılayıb saxlaya bilərdimi? Oradakı itkinləri, yaşlı insanları, qocaları, uşaqları, yəsiz insanları 5 milyon Gürcüstanın əhalisindən çoxdur. Sərhədinə içəri müsafir olaraq alıb da yeməyini, içməyini və onların xəstəxanası müalicə eləməyi, əgər Türk millətinin deyirəm qardaşlar, çünki o qaçqınlara 5 milyon insana baxan millətdir. Devlət gücünü həmişə millətindən alır. Ona görə inqilabçılar bugün puç oldular. Ona görə Allah Azze ve Celle onların bayrağını yerin dibinə soxdu. Ona görə o pis sifətləri Allah Azze ve Celle qapqara elədi. Ona görə o inqilabçıların qurduğu hilələri Allah Teala başlarına keçirdi. Çünki Türk millətinin özü qonaqpərvər, dinini sevər və Allahı sevər bir millətdir. 5 milyon bugün qaçqını orada özləri mənimsiliyib yeməklərini ortasından bölüb onları yedizdirən Türk millətidir. Bugün onlar kasıb olsaydı, yeməyə çörəklər olmasaydı, bəlkə də o 5 milyon insan azmış bəşərin ordusunun əlinin altında qətliyama uğranıb, hamısı qətl olunmuş. Hamısını düzdür, qəbul eləyə bilməz. Siyasi məsələlərdən bilmədik şeylərimiz də var. Qıraqdan baxanda hökm vermək rahatdır. Niyə belə eləmir, niyə belə eləmir və belə eləsin, elə eləsin. Qıraqdan müdaxilə etmək, fikir bildirmək rahatdır. Amma mühitin içində yaşayarkən, özün bir işi yönətərkən təsarrufat və davranış fərqli olur. Ona görə baxın qardaşlar, siz təsəvvür edin, 20 dənə şəhərinə təxminən araşdırdım məscidlərin sayı. 3 dənə şəhərinin sadəcə 3 dənə şəhərində olan məscidlərin sayını deyəcəm. Dəhşətə gələcəksiniz.
Tək İstanbulda məscidlərin sayı 3269 məscid var. Bir dənə İstanbulda. 3269 məscid var. Bunun yarısını 10 ilin içində tikdirib. Nə deməkdir bu? Ona görə qərb ölkələrinin biri deyir ki, bizim düzəltdiyimiz nüvə silahından tikdiyiniz məscidin bir minaranın başı daha təhlükəlidir. 3269 məscid var sadəcə İstanbulda. Konya'da 3115 məscid var. Ankara'da 2955 məscid var. 20 dənə böyük şəhərinə baxdım, 1500-dən aşağı məscidin sayı yoxdur bir şəhərin içində. Nə deməkdir qardaşlar bu? Bir neçə evə bir məscid gəlib. Bir neçə evə bir məscid. Və məscid də 20-30 adamlıq məscid deyil. 10.000 adam qəbul eləyə bilən, 20.000 adam namaz qılan qəbul eləyən məscidlərdir. Minlərlə, yüz minlərlə məscidlər, təlim köşələri və İslam universitetləri hələn bunlardan zikr eləmir. Bugün o demək deyil ki, biz sadəcə bir hakimin ancaq pis tərəflərinə baxmalıyıq. Bəli, bir çox insanlar Erdoğan'ı xüsusən tənqid edirlər ki, demokratiya çağırır. Biz demirik demokratiya çağırmaq halaldır, demokratiya çağırmaq haramdır. İslam dinində demokratik bir şey yoxdur. Hakimdən varid olan, şəriətə müxalif olan hər şey biz rədd edirik. Lakin onunla bərabər məfsədətləri və məsləhətləri cəm eləyib, elə qərar vermək lazımdır. Bugün çoxları tənqid edir ki, niyə belədir, nə bilim, filan yerdə belə oldu, filan yerdə belə oldu, filan yerdə belə oldu. Bəli, əgər pis tərəflərini biz sadəcə seçsək, o zaman yaxşı yerlərini görməyə gözümüz olmayacaq. Erdoğan deyilim, qardaşlar, dünyada istər müsəlman hökumətləri olsun, istərsən başqa ən böyük iqtisadi ekonomiyada, əskərdə və siyasətdə ən böyük hökumətlər olsun, İsrailin prezidentinə qarşı güldən ağır bir söz deyən bir hakim eşitmişsinizmi? 2009-cu ildə Davosda uşaq qatili kimi, uşaq cinayətkarı kimi Davosda olan konferansda millətin önündə deyən Erdoğan idi. Filistin məsələsindən tutmuş, Kəşmir məsələsindən tutmuş, Suriya məsələsindən tutmuş, İraq məsələsindən tutmuş, Çeçenistan məsələsindən tutmuş, harada nə problemlər olubdur İslam aləmində, həmişə müdaxilə eləyən, canı ilə, malı ilə, politikasının yardım eləyən bu deyil idi. Ola bilər ki, bəzi məsələlər var ki, qardaşlar, siyasət baxımından bunu deyil. Bəzilər deyir ki, niyə orada otellər var, niyə içki var, niyə zina eləyirlər, niyə plyajlar var, niyə? Bəli, bunların heç biri olmamalıdır müsəlman hökumətlərində. Hakim bunların hamısını ləğv eləməlidir. Lakin bizim tələbatlarımız asandır. Görəsən, sən, mən, bizdən kimsə orada olsa, biz onları ləğv eləyə bilərik. Bəlkə manelər var, bunun gücü çatmır. Türkiyədə bilirsiniz ki, bu müxalifət hərəkatlar var. Müxalifətlər var. Anti-İslam olan hərəkatlar var. 1000 dənə Erdoğan'ın qoyduğu İslam xeyrinə olan projeləri pozmaq üçün hər şey əl atan partiyalar var. Belə bir illər boyu anti-İslam hərəkət etmiş sistemi birdən-birə düzəltmək doğru asan məsələ deyil. Qadınlar başı örtülü devlət idarələrinə girməyə qadağan idi onlara. Bugün Türkiyənin parlamentində hicablı qadınlar oturur. Düzdür, hicablı qadınların oturmağını biz şəriət tərəfindən dəstəkləmirik. Qadının yeri şəriətdə evdir. Lakin söhbət oradan gedir ki, baxın, hicabın hətta qadağan etdikləri şeyə belə çatması, hicablı bir qadının institutda, universitetdə təhsil alması, belə bir hökumətdə illər boyu, hansı ki, anti buna hərəkət ediblər, bugün onun ortadan qalxması böyük şeydir. Orta Asiyada ən böyük İslam universitetinin təməlini atan bu Türkiyədədir. Bu yaxınlarda açılış olmağını gözləyirdik ki, ən böyük İslam universiteti açılmalıydı Türkiyədə. 50 mindən çox tələbə təhsil alası bir universitet. Devlətin hesabına. Bəli, qardaşlar, o şeylərin, bayaq zikr etdiyim münkərlərin bir İslam devlətində, bir müsəlman hakiminin əlinin altındadsa bunların olmaması lazım idi. Lakin bir müsəlman kimi bunu başa düşməliyik ki, hər istədiyi şeyi də hakim eləyə bilmir. Bunları əmin olmalıyıq ki, imkanı olsa edər. Şəraiti olsa edər. Bugün Türk dəvətçilərindən bəzən çox sərt mövqeylər görürük. Hətta təkfir dərəcəsinə çatır. Təkfir eləyənlər var.
Yəni təkfir eləmək məsələnin həlli deyil. Əgər sən daha Erdoğanın sistemindən daha bir dövlət quracağında başarılısansa, özünə partiya qur, gəl hakimiyyətə. Yox, sən özünə partiya qurmaq gücündə deyilsən, o zaman sənin danışmağında da bir fayda yoxdur. Sən bacarırsan, dəstək ol, yardım et ki, İslamı insanları yaşatsın. Ya onu bacarmırsan, özün bir partiya topla, özün İslam hakimiyyətini tamamilə dediğin şəkildə hökm sürməsini təmin elə. Nə onluq deyirsən, nə bunluq deyirsən, onda o zaman danışıb fitnə törətmə. Peyğəmbər s.ə.v deyir ki, zəlim və məzlum qardaşına yardım elə. Deyirlər, ya Rasulullah, məzluma yardım eləyirik və zalimə necə yardım eləyək? Deyir, onu zülmündən çəkindirərək. Əgər sən bugün Erdoğanda problemlər görürsənsə, bir elm tələbəsi kimi, nə kimi, sən çalış onu islah elə. Çalış əlindən gəldiyin qədər etki ilə. Sən bacarmırsansa, o zaman ən azından fitnə törətmə. Çünki sənin danışığın nə faydası olacaq o zaman? Get nəsiyyət elə. Sən deyirsən, nəsiyyət elə bilməm və s. kimi, o zaman özün təbliğ elə, doğru şeylər danış ki. Ona görə qardaşlar, bu inqilabda nəyə görə sevinmək olmaz? Çünki Türkiyədə olan inqilab məsələsi, siyasi bir inqilab deyil. Bu din inqilabıdır bu. Erdoğanın özünü qətl etmək, Erdoğanın özünü çökəltmək məsələsi deyil. Çünki Erdoğanın sistemini gətirdiyi AK Partinin davası İslam davasıdır. Yəni bunu bugün hər kəs bilir. İslam davasıdır. Türkiyədə olan İslam davasını söndürmək projesiydi bu. Ortada bəzi kuklaların oynamağı, bəzi xainlərin ortaya düşmələri, hamısı bu anti-İslam hərəkatları idi. Bunun içində bəzi lider kimi, müsəlman kimi görünənlər olsa da, əslində onların zahiri qeyri-müsəlmanlara işləməkdən, işverənlikdən başqa bir şey deyil. Ən pis şey bilirsiniz nədir, qardaşlar? İnsan yardıma uzatdığı insandan xəyanət görməsi idi. O komutanların, komandirlərin, generalların, oradakı insanların hamısı devlətin qurduğu sistemlə yiyənlər, maaş götürənlər, bəhrələnlər deyil idimi? Sən aldığın hökumətdən ona xəyanət edirsən. İnsan ona uzadılan əli kəsməkdən daha çox insana acı verən nə ola bilər ki? Ona görə bugün başqa bir partiya olsa, daha İslama yararlı bir partiya olsa, Erdoğandan daha çox İslama xidmət edən bir partiya olsa, qardaşlar, onu dəstəkləməyi tövsiyə edərik. Lakin bugün olan budur. Ən çox İslama yararlı olan budur, nə olsa da. Bundan yaxşısı varsa, gəlin göstərin, dəstəkləyək. Lakin olan budur. Ona görə biz bu inqilabçıları qınayırıq. Bu bir Erdoğan sisteminin çevrilməsi deyil, anti-İslam olan bir inqilab kimi baxırıq. Türkiyədəki İslam sistemini çöktürmək üçün düzənlənmiş bir inqilab kimi baxırıq. Türkiyədə tikilən məscidlərin qapılarının bağlanmasını, İslam projelərinin ləğv olunması üçün qoyulan bir proje kimi baxırıq. Və İslamın əleyhinə çalışan devlətlərin bir çoxunun da əli bunun arxasında olmağını düşünür. Və Allah Azze və Cəllədən diləyirik ki, Türk millətini qorusun. Amin. Və müsəlmanları qorusun. Amin. Və müsəlmanlara qarşı hilə quran, hər kəsin qurduğu hiləni başına keçirsin. Amin. Azlıqları quyu Allah Azze və Cəllə onların özünü salsın. Amin. Və Allahın dini uğrunda ölən insanlara Allah Azze və Cəllə rəhmət eyləsin. Amin. Və onların əhlinə də Allah Azze və Cəllə səbr bəxş eyləsin. Amin. Və sallallahu aleyhi və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və sahbihi ecmaîn.